Hörmətli mərasim iştirakçıları, hörmətli din xadimləri, hörmətli tədbir iştirakçıları, bugün biz rayonumuzun ağsaqqalı, hörmətli din xadimi Mikərim ağanı son mənzilə yola saldı. Allah qani-qani rəhmət eləsin. Mikərim ağanı vəfatı tək rayonumuz üçün deyil, Respublikamızın ictimaiyyəti, din xadimləri üçün çox böyük itkidir. Bu itkidən biz hamımız çox kədərlənmişik. Mikərim ağa yaşadığı ömür ərzində tək rayonumuzda deyil, ölkəmizdə dini və mənəvi ənənələrin qorunub saxlanılmasında çox böyük zəhmətlər çəkmişdir. Ağanın həyatı boyu həmişə xalqa, millətə xidmət, sülh, barışıq təbliğatı, insanlara bir-birinə qayğı, sevgi, hörmət təcəssümü olmuşdur. Mikərim ağa bir çox insanlar kimi yaşasa da, bir çoxlarından fərqi ondan ibarət oldu ki, yaşadığı ömür ərzində keçdiyi həyat yoluna silinməz bir imza qoydu. Onun imzası heç vaxt keçdiyi həyat yolundan silinməyəcəkdir. Mikərim ağa cəmiyyət içərisində həmişə çox böyük hörmət qazanmışdır. Şəxsən mənim həyatımda bir neçə dəfə baş vermiş bədbəxt hadisə nəticəsində qəsdən olmayan qətillər baş verdikdə Mikərim ağa müxtəlif tərəfləri barışdırmış, onlar arasında mehribanlıq, sülh yaratmışdır. Keçdiyi bütün həyatı boyu Mikərim ağa həmişə insanlara məhəbbət, dövlətə, hökumətə, hörmət hissi ilə yaşamışdır. Mikərim ağa öz fəaliyyəti nəticəsində saysız hesabsız tələbələr yetişdirmişdir. Onun tələbələri bugün də Respublikamızın müxtəlif yerlərində dini və mənəvi ənənələrimizi davam etdirirlər. Mikərim ağanın əziz xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır. Sular həp axdı keçdi, qurudu, qalxdı keçdi. Neçə şah, neçə sultan taxtı, buraxdı keçdi. Dünya bir pəncərədir, hər gələn baxdı keçdi. Allah ağamıza rəhmət eləsin, özüm və mənimlə gələn rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanı idarə müəssisə rəhbərlərinin adından mərhuma və onun nəzirlərinə, rayonumuzun dini camiyyəsinə, bütün ictimaiyyətə dərin hüznlə baş sağlığı verib Allahdan rəhmət diləyirəm. Allah rəhmət eləsin. Allah selamet. Allah razı olsun. Adım işmi? Cəmiyyətə razılığımı bildirirəm. Cənab başçısına da öz razılığımı bildirirəm. Allah sizdən razı olsun. Zəhmət çəkib gəlibsiniz, iştirak edirsiniz. Zəhmətinizi halal edin. Allah sizə can sağlığı versin. محمد وآل محمد اللهم اجعل قبورهم روضة من رياض الجنان ولا تجعل قبورهم حفرة من حفر النيران بالنبي وآله وبالفاتحة اللهم صل بسم الله يا Değerli cemaatimiz, inşallah imkanı olanlar, vakti olanlar ağanın kapısına gidilecek, orada Fatih verilecek. Ama bədi elanlar da diqqətinize çatdıracaq. Allah razı olsun, umuz zəhmətlərinizi, haqlarınızı halal edin. Bəli, hamısı var, hazırdır, bəli, hər şey. Şöyle mi? Gelirsən sen.